Salam aleykum dəyərli izləyicilərimiz. Hökməli Qobu yolunun əsas yoldan 200-250 metr içəridə 2 evimiz satışa çıxıb. Bax bu evimiz 2 qardaşa, 2 qohuma, 2 bacı üçün yararlı bir evlərdən biridir. Evimizin hər ikisi də kürsülüdür. Mərkəzi kanalizasiyasından kimi hər bir şey qaydasındadır. Əlavə həyətində su çənləri var, hər evində ayrı-ayrı su çəni var. Magistral yola da ki, qırmızı evin yanından 250 metr, yəni asfalta məsafəsidir. Hər tərəfdəki yaşayışlı evlərdir. Daxil olduq evimizin həyətyanı hissəsinə. Burada evimizin həyətyanı hissəsi. Rahatlıqla 2 maşın, 3 maşın polun daxil ola bilər. Bu da evimizin sağ hissəsi, podval hissəsi. Daxil olduq evimizin sol hissəsinə. Burada dəyərli izləyicilər, geniş koridor hissəsidir, gördüyünüz kimi. Burada mətbəx hissəsi. Burada əlavə bir yataq otağı. Burada hamam sanuzeli. Gördüyünüz kimi dəyərli izləyicilərimiz, hamam sanuzeli, yəni super qaydasındadır. Daxil olduq burada əlavə bir yataq otağı. Burada isə genişliyi ilə bir zal hissəsi. Dəyərli izləyicilərimiz, toplamda 3 otaqdan ibarətdir. 43.000 manata. Qiymət 43.000 manat. Bu vəziyyətdə 43.000 manat. Ağırtı işlər gördüyünüz kimi görülür. Evimiz, hər iki evimiz qoşa daşlandı. Qoşa daşlandı, şəxsi tikilidir. Bu qiymətə 43.000 manata ev yoxdur. Yəni boş yerə axtarmayın. Hazır vəziyyətdə də evimiz tam qupçalı, kommunal bir şəkildə tam giriyaşı təhvil veriləcək 53.000 manat. Tam qaydada hazır kim istəsə, yəni evimizin də ki sənədi qupçadır. Yəni evimizin sənədi qupçadır. Tam vəziyyətdə evimizin qiyməti 53.000 manat. 53.000 manata dəyərli izləyicilərim, belə bir ev yoxdur. Yəni belə bir evlər 53.000-ə tapılmayandır. Həm də ki sənəd qupça çıxarır. Və yolla da məsafəsi 250 metr. Olar, olmaz. Yolun ağzına kimdə şey verilir. Sağ olun, salamat qalın, Allah'a emanet. Və dəyərli izləyicilərimiz, bağışlayın, bu kombi xəttlərinə kimdə atılıb. Kombi xəttləri hər bir şey yerindədir. Bir dənə kombi quraşdır, rahatçılıqla gir yaşa. Yəni kombi xəttlərini kimi narahat olun. Hər birisi xüsusi keyfiyyətdən atılıb. Sağ olun, salamat qalın.